filankəs gözəldirsə xoşbəxtdir. Bu yanlış yanaşmadır. Günün insanı o xoşbəxtliyi yaxud həyatda özünü təsdiqi o gözəllikdə gördüyü üçün kosmetik cərrahlara aldanır və görürsən ki, təbii halda daha gözəl idi, daha xoşa gələn idi. Amma o yalançı təbliğatın təsiri ilə süni gözəlləşdirmə əməliyyatlarına özünü təhkim eləyib və həqiqətən də xoşa gəlməz bir vəziyyətə düşüb. Və ən faciəli tərəf ondadır ki, Oqtay müəllim, o özünün həqiqətən də gözəl olduğuna inanır. Ona inandırıblar. Yalançı, fake təbliğatla, reklamlarla inan. Bədəndə, görünüşdə başqalarından fərqlənmək, ideal olmaq. İfrat təbliğat bugünkü xüsusən modern qadına təlqin edir ki, sən ən ideal, cəlb edici, gözəl bədənə, formaya sahib olmalısan. Modern insan bu cür reklamların təsiri ilə öz təbii bədənini bəyənmir. Modern qadın öz təbii bədəninə üsyan eləyir və bütün diqqətini ideal bədənə nail olmaq kimi bir çətin işə verir və buna görə depressiya yaşayır. Buna görə daha vacib istiqamətlərə xərclənəcək maddiyatı bu işlərə tökür.